Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Sual 11-ci siniflərə OTK buraxılış imtahanında salınıb. Tənliklər sisteminin x çıx y fərqini tap. Deməli belə, biz burada toplama üsulu ilə gəlin bunu həll edək. X çıx y fərqini tapmaq üçün. Məsəl üçün gəlin bunu -2-yə vuraq, sonra toplayanda x-lar getsin. 2x üstə gəl 3y bərabər 7, -2x çıx 4y bərabər -16. Tərəf-tərəfə toplayanda x-lar gedir. 3y-dən 4y çıxırsa -y qalır. 7-dən 16 çıxırsa -9. -9-u -1-ə bölürsən, y-in əmsalı -1-dir. Müsbət 9 olacaq. X-i tapmaq üçün də istəyirsiniz ya birincidə, ya ikinci tənlikdə aparın y-in yerinə 9 qoyun. 2x üstə gəl 3 vur 9 bərabər 7. 3 dəfə 9 27. 2x 7-dən 27-dən çıxırsa -20, x olur -20-ni 2-yə bölürsən -10. X da tapdıq, y-i də tapdıq. X çıx y-i bizdən istəyirlər. -10-dan 9 çıxırıq, -19. Düzgün cavab C.